Geri gətirmə ritualı nədir? Geri gətirmə ritualı dostlar, cadu əməl deyil. Sizə bildirim ki, bir əgər sevgilinizlə sizin münasibətiniz olub, hal-hazırda ayrılmışsınızsa, onu çox rahat formada geri gətirmək mümkündür. Lakin bunu iki tip gətirmək mümkündür. Ya cinlərin vasitəsilə siz onu geri gətirə bilərsiniz, yaxud da ki, halal profesional formada edilən karmasız ritualla. Halal formada edilən ritualdan digərinin fərqi ondan ibarətdir ki, əgər cinlər vasitəsilə gətirirsinizsə, əslində şəxsin özü yox, onun cini ilə münasibətdə olursunuz və o münasibət maksimum bir ay davam edir. Lakin, əgər profesional formada ritual etdirib gətirirsinizsə, o zaman o insanla siz eyni frekansa düşmüş olursunuz. Necə ki, radyo kimi 106.6 FM. Siz 105 FM-dəsiniz, o 108-dədir. İkinizi bir yerdə birləşdiririk ya 108-ə ya da 105-ə. O zaman da ayrıldığınız şəxs özü peşman olub sizə geri qayıdır.